Yerdəyişmə vektorunun x ox üzərinə proyeksiyasını hesablayın. Biz bilirik ki, vektorun ox üzərinə proyeksiyasını hesablamaq üçün vektorun həm başlanğıcından, həm də sonundan oxa perpendikulyar endirməliyik və S vektorunun x ox üzərinə proyeksiyasını tapmaq üçün vektorun sonundan, son koordinatından başlanğıc koordinatını çıxmaq lazımdır. Yəni son vektor olan tərəfdir, başlanğıc da bu nöqtədir və ona görə də cavab eləyəcək 4 metr. Doğru cavab C variantı. Çəksizlik tarazlıqdadır. Gəlmə qüvvəsi 200 Newtona bərabərdir. T bərabərdir burada 200 Newton. F1 qüvvəsinin qiymətini hesablayın. Biz bilirik ki, F1 qüvvəsi lingi sadə qəbin əksinə, F2 qüvvəsi də sadə qəbi istiqamətə fırladır. Və biz F1 qüvvəsini təyin etmək üçün momentlər qaydasını yazmalıyıq. F1 qüvvəsini vururuq öz qoluna, yəni 2-yə. O da bərabərdir. F2 qüvvəsini də öz qoluna vururuq. 1, 2, 3, 4, 5, 6-ya vururuq. Və 6 ilə 2 ixtisar gedir, burada qalır 3. Alırıq ki, burada F1 bərabərdir 3 F2-yə. Buradan da biz T ipin gəlmə qüvvəsində F1 ilə F2 qüvvələrinin cəminə bərabər olduğunu bizə məlumdur və buradan da T bərabərdir F1 plus F2 yazırıq və T-ni F1-in yerinə 3 F2 yazsaq, burada olacaq 4 F2-yə bərabər. T də 200 Newtondur, 200 Newton bərabər olacaq 4 F2-yə. Buradan da təyin edirik ki, F2 bərabərdir, 200-ü bölürük 4-ə, eləyəcək 50 Newton. Sonra isə bizdən F1 qüvvəsini istəyir. F1 qüvvəsi də bərabər olur 3 F2-yə. O da bərabər olur 3 vurulsun 50 bərabər 150 Newton olacaq. Doğru cavab Y variantı 150 Newton. Yer səthindən şaquli yuxarı atılmış 4 kiloqram kütləli simen kinetik enerjisinin potensial enerji asılı qrafiki verilmişdir. Maksimal qalxma hündürlüyünü hesablayın. Maksimal qalxma hündürlüyünü biz tam enerjiyə görə təyin edə bilərik. Y tam bərabərdir, bilirik ki, potensial və kinetik enerjinin cəminə. O da bərabərdir. Potensial enerji 30 olar, kinetik enerji 30 olduqda potensial enerji 40-a bərabərdir. Ona görə də tam enerji 70-ə bərabər olacaq. Və buradan da Y tam enerjinin başqa bir düsturuna görə mg vurulsun böyük H və buradan da böyük H-ı maksimal qalxma hündürlüyünü təyin edə bilərik. Y tam bölünsün mg-yə, o da bərabərdir. 70 bölünsün m 4 kiloqram, J də 10 olduğu üçün 7-ni də 4-ə bölürük. Eləyir 1,75. Doğru cavab olacaq C variantı 1,75. X cismi üçün şəkildəki kimi müxtəlif ölçü cihazları, ölçü prosesləri aparılmışdır. Buna əsasən yanlış olan ifadəni təyin edin. İfadəni təyin edək. Birinci A variantına baxırıq. Şəkil 1-dəki ölçü prosesi skalar kəmiyyəti təyin edir. Doğrudur, yanlış deyil. Çünki 1-də tərəzidir. Tərəzi skalar kütləni ölçür və skalar kəmiyyəti. Şəkil 2-dəki ölçü prosesi vektorial kəmiyyəti ölçür. Şəkil 2-də qüvvəni ölçülür, dinamometrdir. Qüvvədə vektorial kəmiyyətdir. Doğrudur. Şəkil 3-dəki ölçü prosesi vektorial kəmiyyəti ölçür. Şəkil 3-dəki cismin həcmini ölçür. X cisminin burada həcmi ölçülür menzurka vasitəsilə. Ona həcmdə skalar kəmiyyət olduğu üçün vektorial kəmiyyət deyil, bu yanlışdır. C variantı doğru cavabdır. O birləri də yoxlaya bilərik. Şəkil 3-dəki ölçü prosesi skalar kəmiyyət ölçür. Bəli, həcm skalar kəmiyyətdir. Şəkil 1 və 3-dəki ölçü prosesi skalar kəmiyyəti ölçür. O da doğrudur. Tərəzi və kütlə və həcm ikisi də skalar kəmiyyətdir. Ona görə doğru cavab C variantı olacaq. Bir-birindən qarışmayan, eyni şəraitdə və temperaturda olan 4 mayenin həcminin kütləsindən asılı qrafiki şəkildəki kimi verilib. Hər mayədən bir miqdar qablara tökülür. Hansı nömrəli qabda maye vəziyyəti doğru təsvir olunub? Biz baxaq. Biz burada təbii ki, üzmə şərtlərindən istifadə edəcəyik. Sıxlığı çox olan maye batacaq, sıxlığı az olan maye isə üzəcək. Rho da bərabərdir M bölünsün V düsturuna görə. Biz buradan baxırıq ki, bir-birinə qarışma eyni şəraitdə və temperaturları eyni olan. Deməli, biz baxırıq ki, buradan hansı sıxlıq burada kütlədən qrafikə görə asılılığı biz hansının kütlə sıxlığının çox olduğunu müəyyən etmək üçün kütlənin böyük olduğu yerdə, həcmi isə kiçik olduğu yerdə sıxlıq daha böyükdür. Yəni, ən böyük sıxlıqlı T, sonra Z, sonra Y
Sonra isə x-dir. Yəni x-in həcmi çox, kütləsi az olduğu üçün sıxlığı da az olacaq. Və ona görə də sıxlığı çox olan dibdə olacaq, T mayeesi dibdə olacaq. Z isə ondan sıxlığı az olduğu üçün 2 doğrudur. İndi keçək 1-ə baxaq. X mayeesinin sıxlığı azdır, o dibdə ola bilməz, yanlışdır. Y mayeesinin Z-dən Y mayeesinə baxsaq, burada Y mayeesinin sıxlığı Z-dən az olduğu üçün dibdə ola bilməz. Yalnız 2 olacaq. Doğru cavab yalnız 2, B variantı. A nöqtəsindən verilmiş istiqamətdə sabit sürətlə hərəkətə başlayan Əli və Vaqif ilk dəfə D nöqtəsində görüşürlər. Onlar ikinci dəfə hansı nöqtədə görüşər? Sabit sürətlə hərəkət etdikləri üçün biz buradan baxırıq ki, A-dan D-yə Əli sadəqəbin əksinə, amma Vaqif isə sadəqəbi istiqamətdə hərəkətə başlayır. İlk dəfə D nöqtəsində olduğu üçün və hərəkəti bərabər sürətli olduğu üçün Əlinin sürəti V olarsa, burada Vaqif 3 dəfə çox yol getdiyi üçün, yəni buradan bura artıq hərəkət edərək 3 dəfə çox yol, bu isə buradan hərəkət eləyir. 3 dəfə çox yol getdiyi üçün sürətini təxmini demək 3V götürə bilərik. Onda ilk dəfə D nöqtəsinə görüşürlərsə, növbəti dəfə C nöqtəsinə görüşəcəklər. Çünki buradan D-dən bura bir bölgü, V sürətindən yalnız bir bölgünü gələ bilər. Bu isə Vaqif isə D nöqtəsində olduğu üçün dönüb yenidən həmin istiqamətdə C nöqtəsinə gələ bilər. Ona görə doğru cavab C nöqtəsi olacaq. Üfüqi yolda sabit sürətlə hərəkət edən avtomobillərin sürətləri şəkildə verilmişdir. Avtomobillər yan-yana eyni istiqamətdə hərəkət edərkən 5 saniyə sonra onlar arasındakı məsafəni təyin edir. Hər bir avtomobil sabit sürətlə hərəkət edir və biz buradan spidometrin göstərişindən biz görə bilərik ki, birinci avtomobilin sürəti bərabərdir 90 km/saat, vahidi km/saatla verib. İkinci avtomobilin sürəti isə deməli 180 km/saata bərabərdir. Və 5 saniyə sonra hər birinin getdiyi yolu təyin edək və 1 km/saatı da metr/saniyə çevirmək üçün bilirik ki, 3,6-ya bölməliyik. Biz buradan bu şəkildə də yaza bilərik. Birinci avtomobilin 5 saniyə getdiyi yolu tapaq. 90, belə də həll edib yazaq, kilometrin yerinə 1000 metr, 1 saatda 3600 saniyədir. Vuraq 5, o da bərabərdir 125 metr olacaq. İkinci avtomobilin getdiyi yolu hesablayaq. 180 minə vururuq, yəni və yaxud da 3,6-ya bölüb hesablaya bilərik. 3600 vuraq 5. O da bərabər olacaq 250 metr. Və onlar isə məsafəni təyin edəndə 250 metrdən 125 metrə çıxırıq. Onlar arasındakı məsafə 125 metrə bərabər olacaq. Doğru cavab A variantı olacaq. Sükunət vəziyyətindən düz xətlə hərəkətə başlayan cismə təsir edən qüvvənin zamandan asılı qrafiki verilmişdir. Cismin 5-ci saniyənin sonunda sürəti 2 metr/saniyə olarsa kütləsini hesablayın. Bizə məlumdur ki, qüvvənin zamandan asılı qrafikinə görə fiqurun sahəsi impuls dəyişməsidir. Delta P bərabərdir 12, vuraq 5 bölək 2. Üstbucaq olduğu üçün 6 eləyəcək 30. Delta P də bərabərdir P çıxılsın P sıfırdır. Və burada da P sıfır olduğu üçün həm də P də 30-a bərabər olmuş olacaq. P də bərabərdir MV düsturundan istifadə etsək, M də bərabər olacaq P bölünsün V-yə. Yəni 30 bölünsün V-dəki 2-dir. Eləyəcək 15 kiloqram. Doğru cavab olacaq Y variantı. Normal şəraitdə atmosfer təzyiqi 760 mm civə sütununun olduğunu bilərək, yer səthindən hansı hündürlükdə atmosfer təzyiqi 756 mm civə sütunu olacaq. Biz bilirik ki, hər 12 metrdən bir atmosfer təzyiqi 1 mm civə sütunu aşağı düşür. Burada da biz baxırıq ki, normal atmosfer təzyiqinin qiyməti 760 idi, 756-ya düşüb, yəni 4 mm civə sütunu aşağı düşür. Hər 12 metrdən bir düşdüyü üçün 12-ni vururuq 4-ə, deməli 48 metr hündürlükdə olduğunu təyin edirik. Doğru cavab D variantı. Verilmiş maddənin kütləsinin 4 dəfə artan zaman xüsusi istilik tutumu necə dəyişəcək? Xüsusi istilik tutumu maddənin növündən asılıdır, ona görə də dəyişməz. Doğru cavab D bəndi olacaq. Bərabər uzunluqda K, L, M metal çubuqları birləşdirərək X, Y, Z çubuqları əldə ediblər.
Bu çubuqlar şəkildəki kimi eyni qızdırılsa bərabər müddət qızdırıldıqda A nöqtəsi ən isti, C nöqtəsi isə ən soyuq olur. Buna əsasən K, L, M çubuqlarının istilik keçirmələri arasında mütənasibliyi təyin edin. Biz baxırıq ki, çubuqlardan A nöqtəsi ən istidir, yəni ən isti olan nöqtə buradır, ən soyuq olan nöqtə isə buradır. Buradan biz belə nəticəyə gəlirik ki, həm X-da, həm də Y-də başlanğıcda K hissəsi qızdırılır. Ona görə də K-nın temperaturunun ən yüksək olduğunu göstəririk. Sonra isə L, bu birinə L-i, bura isə M-i birləşdiriblər. M-in istilik keçirməsi nisbətən zəifdir. L-inki isə K ən çox qızdığı üçün L-də K-dan biraz azdır, amma M-dən çox olacaq ki, burada da çünki L var, üçüncü çubuqda da L var. L qızdırır, sadəcə M-inki ən kiçik olduğu üçün istiliyi pis ötürür və ona görə də ən soyuq orada qalır. Ona görə də K, L, sonra da ən sonda M olacaq. M uclarda olan hissəyə istilik keçirmə pis olduğu üçün zəif ötürülür. K-dan M-ə ən çox istilik ötürdüyü üçün K-dan M-ə nisbətən daha çox ötürür. Ən zəif M olduğu üçün ən soyuq isə də Z çubuğunda olmuş olur. Doğru cavab olacaq K böyükdür, L böyükdür, M, o da olacaq C variantı. Sərtliyi məlum olan yaylı rəqqasının rəqs hərəkətinin tam enerjisini hansı cihaz və ya cihazlarla ölçmək olar? Rəqs hərəkətinin tam enerjisi K xm kvadrat bölünsün 2 düsturla təyin olunur. Əgər bizə sərtlik məlumdursa, yalnız amplitudu tapmaq bizə kifayətdir ki, tam enerjini təyin edək. Rəqsin amplitudu xəttkeşli ölçülür. Ona görə doğru cavab B variantı olacaq, yalnız 3. İstilik vermənin hansı növündə maddə daşınması baş verir? İstilik vermənin yalnız konveksiyada maddə daşınması baş verir. Doğru cavab A variantı. Kütləsi 3 kiloqram olan yanacaq tam yanan zaman 126 megajoule istilik miqdarı ayrılır. Yanacağın xüsusi yanma istiliyini hesablayın. Xüsusi yanma istiliyi kiçik Q bərabərdir. Böyük Q bölünsün M-ə. Böyük Q-müz bilirik ki 126'dır. Kütlə isə 3'dür. Ona görə yazırıq 126 megajoule. Megajoule-la verdiyi üçün cavabı çevirmirik. Bölək 3. Buradan da hesablasaq eləyəcək. Burada 42 kiloqram. Megajoule bölünsün, daha doğrusu megajoule bölünsün kilogram. Doğru cavab olacaq 42. Yəni D variantı. Kilogram metrin kvadrat bölək saniyə kubu gücün ölçü vahidinin əsas vahidlərlə açılışıdır. Doğru cavab olacaq D variantı. Üfüqi yolda hərəkət edən cismin koordinatına zamanastı qrafikindən istifadə edərək hansı bölmədə kinetik enerji artmışdır? Biz baxırıq ki, koordinatın zamandan asılı qrafikin birinci hissəsində cisim düz xətli bərabər sürətli, ikinci hissəsində bərabər yeyinləşən, üçüncü hissədə təzədən yenə düz xətli bərabər sürətli hərəkət edir. Bərabər sürətli hərəkətdə kinetik enerji dəyişməz, çünki sürət sabit qalır, kütlədə dəyişmədiyi üçün kinetik enerji də dəyişməz və yalnız ikidə, yəni bərabər yeyinləşən hərəkətdə cismin kinetik enerjisi artar. Doğru cavab B variantı olacaq. Eyni qızdırıcıda qızdırılan X, Y, Z mayelərinin kütlələri arasında münasibət bu verilmiş şəkildədir. Buna əsasən hansı bu mayələrin xüsusi istilik tutumları arasındakı münasibəti təyin etməliyik və hər bir mayeyə eyni istilik miqdarı verilir. Xüsusi istilik tutumunu düsturun yazsaq, böyük Q bölünsün M delta T. Və biz buradan baxırıq ki, eyni istilik miqdarı verir çünki sabitdir. C M delta T ilə tərs mütənasibdir. Cx-in, yəni belə yazarıq, 1 bölünsün M, X-in kütləsi Mx götürsək, Mx vurulsun, delta T'si də X-in nə qədərdir? 2 götürərik. Sonra C-yi eyni şəkildə təyin eləyək. 1 bölünsün, Q eyni olduğu üçün ora rəqəm yazmıram. Buradan M-y nəyə bərabər olacaq? M-y bərabər olacaq, Mx bölünsün 2-yə. Və burada da yazsaq, Mx bölünsün 2, 2 qalxır surətə. Vuraq, delta T'si Y-in delta T'si nə qədərdir? Baxaq, 3-ə bərabərdir. 3 götürdük. Buradan da ixtisar gedir, burada qalır 1/5. Yəni qalır burada 1 bölünsün 1/5 mx. Sonra isə z-ə baxırıq. Cz isə bərabərdir. Yenə də 1 bölünsün. Mz isə bərabərdir burada. Mz isə bərabərdir. Mx bölünsün 3-ə. Və buradan mx bölünsün 3-ü də qalxır surətə. Delta x-i də nə qədərdir? Z-in yalnız 1'dir. Delta t'si 1'dir.
Yazdıq belə. Bu da eləyəcək 3 bölünsün mx-a. Yəni ən böyük xüsusi istilik tutumunun buradan da biz görürük ki, ən böyük z-in xüsusi istilik tutumu, sonra y-in, sonra isə x-in xüsusi istilik tutumu olacaq. Doğru cavab A variantı olacaq. Sürtünməsiz üfüqi yolda cisimlər şəkildə göstərdiyi kimi 30 Newton qüvvə təsiri ilə hərəkət etdirilir. Cisimlər sisteminin təcilini hesablayır. Cisimlər sisteminin təcilini hesablamaq üçün ümumi təsirdən qüvvəni ümumi kütləyə bölməliyik. Yəni M1 üstəgələk M2 cəminə bölməliyik. Ümumi qüvvə 30 Newton, kütlələrin cəmi 3 kiloqram eləyəcək 10 metr bölək saniyənin kvadratı. Doğru cavab olacaq. C variantı 10 metr bölək saniyə. İki birciz kürə maye daxilində şəkildə təsvir olunduğu kimi tarazlıqdadır. Y cismə təsirlə itələyici qüvvə F-ə bərabərlərsə, X cismə təsirlə itələyici qüvvə neçə F-ə bərabərlər? Bir şəkildə görürük ki, hər iki cisim maye daxilində üzdür və üzən cismə təsirdən Arximed qüvvəsi, yəni itələyici qüvvə onun havadakı çəkisinə bərabərdir. Yəni bunun kürə cisimlər olduğu üçün F bərabərdir. Arximed qüvvəsi rho mayi V cismi yerinə yazırıq 3/4 pi r-in kubu J. Rho mayi dəyişmir, J dəyişmir, pi 3/4 bilirik ki, burada dəyişmir. Yalnız dəyişən ölçüdür. Yəni radiusun kubu dəfə qüvvə dəyişməlidir. Ona görə də radius 2 dəfə artırsa, qüvvə 2-nin kubu dəfə, yəni 8 dəfə artacaq. Doğru cavab E variantı olacaq. Cismin impulsunun onun sürətindən asılı qrafikdən istifadə edərək onların kütlələrinin nisbətini hesablayaq. Biz qrafikdən istifadə edək, kütlələri təyin edək. M1 bərabər olacaq, P1 bölünsün V1, impulsun düsturuna görə. 1-in P'si 4, V'si isə 1-dir. 4 bölünsün 1 eləyəcək 4. M2 də bərabərdir, P2 bölək V2. O da bərabər olacaq. 2-nin P'si 2, V'si də 2, 2 bölək 2 eləyəcək 1. Və salam, M1 bölək M2-ni biz təyin etsək, 4 bölünsün 1 eləyəcək 4-ə. Doğru cavab D variantı olacaq. Verilmiş kütləli ideal qazın konsentrasiyası mütləq temperaturun asılı qrafik verilmişdir. Bu proses üçün hansı ifadələr doğrudur? Konsentrasiya bilirik ki, sabit həcmdə verilmiş kütləli ideal qaz üçün sabit həcmdə konsentrasiya sabit qalır. Deməli, həcm sabitdir və şəkildən görürük ki, temperatur artır. Həcm sabit, V konstant. T isə artır. T artırsa P də artacaq. Çünki izoxorik prosesdir burada. Qazın həcmi artır, yanlışdır. Həcm azalır, yanlışdır. Temperatur azalır, yanlışdır. Qazın təzyiqi artır, doğrudur. Doğru cavab D variantı olacaq. M sıfır vursun NA ifadəsi hansı fizik kəmiyyəti ifadə edir? M sıfır vursun NA ifadəsi molyar kütləni ifadə edir. M bərabərdir. M sıfır vursun NA-ya. Doğru cavab molyar kütlə olacaq. C variantı. Masa üzərində dəniz səviyyəsinə verilmiş temperaturlarda ağzına qədər su ilə dolu olan KLM qabları yerləşdirilmişdir. Bu qablarda suyun temperaturuna əsasən doğru ifadələri seçin. K qabında su buza çevrilər ola bilər. Yəni ki, 0 dərəcə Celsius temperaturdadır su. Oradakı su buza çevrilə bilər. Yəni ki, 0 dərəcəsi çünki suyun donma, buzun isə ərimə temperaturudur. El qabındakı suyun temperaturu 279 Kelvinə bərabərdir. El qabında suyun temperaturu 4 dərəcədir. Kelvinə çevirmək üçün T plus 273 düsturundan istifadə etməliyik. O da eləyir 4 üstəgələk 273 eləyir 277 Kelvin. 279 Kelvinə bərabər deyil, yanlışdır. M qabında suda difuziya daha sürətli. M qabındakı suda difuziya daha sürətli gedər. Daha sürətlə gedər. Doğrudur. Doğru cavab olacaq. 1, 3. H bərabərdir. Aşağı atılanda V kvadrat çıxılsın, V sıfır kvadrat bölünsün 2J olacaq. O da bərabər olacaq. V-nin kvadratı 30-un kvadratı 900 minus 20-nin kvadratı 400 bölsün 2J-də, J-də 10-dur, 20 olacaq. Buradan da alırıq 900-dən 400 çıxanda eləyəcək 500 bölək 20. 50-ni də 2-yə böləndə neçə eləyəcək? 25 metr olacaq. Doğru cavab 25 metr olacaq. Sərtliyi K olan elastik yaydan P çəkiyə malik olan cisim asılan zaman
yay x qədər uzanır. Buna əsasən bu yayda yaranan potensial enerji haqqında hansı fikirlər doğru olacaq? P çəkisi artdıqca artar. Doğrudan da potensial enerji buradan çəki artdıqca orada yaranan elastik qüvvə də artır. Ona görə də F kvadrat bölü 2K düsturuna görə bunun yerinə P kvadrat bölü 2K-da yaza bilərik. Və yaxud da ki P-nin yerinə mc yazsaq M kvadrat C kvadrat bölü 2K-da yazmaq olar. Çəki artdıqca potensial enerji ona görə də artacaq. Kvadratik mütənasibdir, düz mütənasibdir. Asılan yükün çəkisinin sabit qiymətində isə K sərtliyi artdıqca azalacaq. Yükün çəkisi sabit qiymətində isə sərtliklə potensial enerji tərs mütənasib olduğu üçün sərtlik artdıqca potensial enerji azalacaq. Bu da doğrudur. 1 doğrudur, 2 doğrudur. 3 isə x uzanması artdıqca azalacaq. Bu doğru deyil. X uzanma F'in çəkinin artdığı vəziyyətdə x uzanması arta bilər. Çəki də artanda bayaq birinci halda dedik ki, çəki artdıqca potensial enerji artır. Ona görə də azala bilməz. Ona görə də doğru cavab olacaq 1 və 2. Blokda və səthdə sürtünmə nəzərə alınmayan 1, 2, 3 sistemlərində P çəkiyə malik olan F1, F2, F3 qüvvələrin təsiri ilə hərəkət etdirilir. Hansı sistemdə bu qüvvələr mexaniki iş görər? Biz bilirik ki, burada da hər birinə tərpənməz blokdur və F qüvvəsi tətbiq edilərək tərpənməz blok vasitəsilə hər biri üçün yerdəyişmə icra etdirə bilərik və ona görə də qüvvə təsir edib və qüvvənin təsiri altında cisim yerdəyişmə icra edirsə, hamısına mexaniki iş görüləcək. Doğru cavab olacaq 1, 2, 3. Uyğunluğu müəyyən edin. Xüsusi istilik tutumu, istilik tutumu, xüsusi yanma istiliyi üçün. Birinci xüsusi istilik tutumuna baxaq. Xüsusi istilik tutumu Q bölünsün M delta T düsturla hesablanır. Doğrudur. İstilik tutumu vahidi joule bölünsün Kelvindir. Doğrudur. Maddə növündən və kütlədən asılıdır. Y doğrudur. Xüsusi yanma istiliyi isə A variantı QM düsturla hesablanır. Doğrudur. Vahidi joule bölünsün kiloqramdır. D doğrudur. Bir doğru cavab 1 B, 2 C, Y, 3 A D olacaq. H yüksəkliyindəki bir binanın təpəsindən 10 metr bölək saniyə sürətlə düşən cisim şəkildəki kimi şaquli yuxarı atılır. 3 saniyə sonra cisim yerə düşə bilərsə, H yüksəkliyini düsturlar yazaraq hesablamalıyıq. Deməli, biz baxmalıyıq, bu buradan bura neçə saniyə qalxır. Biz baxırıq ki, qalxmanın düsturuna görə bilirik ki, bu V0 bölünsün J'dir. Onu da bölsək ona, eləcə 1 saniyə bu yuxarı qalxacaq. Maksimal hündürlüyə 1 saniyə qalxacaq. Deməli, 3 saniyə deyirsə, 2 saniyədə sərbəst düşəcək. Yerə çatır 2 saniyə. Deməli, buradan da biz H yüksəkliyini hesablamaq üçün sərbəst düşmə hündürlüyünü tapsaq, H maksimalın düsturuna görə JT kvadrat bölə 2, JT kvadrat bölə 2 sərbəst düşür. Başlanğıc sürət 0-dır, J 10-dur, T-nin kvadratı 4 bölünsün 2, 4-dən 2 gedir, qalacaq 20 metr. Bu H 20 metrdir, bura olacaq 20 metr. Sonra isə bu başlanğıc sürətlə görə hansı hündürlüyə qalxıb, o bir digər H-ı tapsaq, H1 yazsaq bunu, bu da olacaq bizim hər hansı bir H1-imiz, H1 də bərabər olacaq V0 kvadrat bölə 2J-yə və yaxud da JT kvadrat bölə 2-dən də hesablaya bilərdik. V0-ın kvadratı, yəni onun kvadratı 100 bölünsün 20, o deyəcək 5. Yəni ki, 5 metrə də bu qalxacaq. Burada 5 metr olduğu üçün, H1 5 metr olduğu üçün buranı təyin etsək, H da bərabər olacaq. 20 çıxılsın 5, o deyəcək 15 metr. Doğru cavab olacaq 15 metr. Şəkildə bərk cismin temperaturuna zamandan asılı qrafik verilmişdir. Hansı aralıq bərk cismin əriməsinə sərf olunan zaman aralığıdır. Yalnız əriməyə sərf olunan zaman aralığını bizdən istəyirsə, yalnız ərimə bilirik sabit temperaturda gedir. Yalnız bu aralıq yalnız əriməyə sərf olunan zaman aralığıdır. Yəni T çıxıs T və 3T aralığı əriməyə sərf olunan zaman aralığı olacaq. Çünki ərimə prosesində bir müddət temperatur dəyişmir. Çünki orada bərk maddənin kristal qəfəsi dağılır. Ona görə də bir müddət temperatur sabit qalır. Şəkildə K və L may qablarındakı suları qarışdırdıqda qarışığın qərarlaşmış temperaturunu düsturlar yazaraq hesablayın. Qərarlaşmış temperatur eyni mayelər ikisi su olduğu üçün eyni maddə növü eyni olanda qərarlaşmış temperaturun düsturu budur. M1T1 üstə gələk M2T2 bölək M1 üstə gələk M2 olacaq. Teta buradan bərabərdir. M1 2M vurulsun 20 üstə gələk 3M vurulsun 50 bölünsün. M-ləri də cəmləsək eləyəcək 5M.
O da bərabərdir. Bu eləyir 40m. Üstə gələk 150m bölək 5m. 150'nin üstüne 40 gələndə burada eləyir 190m bölək 5m. M'lər xısar gedəcək. 190'da 5'ə böl eləyəcək 38 dərəcə Selsi. Doğru cavab olacaq 38.